Aprel ayı astroloji baxımdan olduqca maraqlı və enerjili dövr kimi yadda qalır. Planetlərin düzülüşü, kosmik enerjilərin harmoniyası və ulduzların yaratdığı təsir bəzi bürclər üçün xüsusi şans və fürsətlər vəd edir. Əgər siz də Buğa, Şir və ya Tərəzi bürcündə doğulmusunuzsa, qarşıdakı günlər sizin üçün olduqca əhəmiyyətli ola bilər. Bu dövrdə həyatınızda yeni qapılar açıla, maddi və mənəvi baxımdan mühüm irəliləyişlər əldə edə bilərsiniz. Astrologlar bildirir ki, aprel ayında kosmik tarazlıq xüsusilə bu üç bürcün üzərinə müsbət təsir göstərir. Planetlərin uyğunlaşması nəticəsində yaranan enerji axını insanlara yeni imkanlar təqdim edir. Bu isə o deməkdir ki, düzgün qərarlar verənlər və fürsətləri vaxtında dəyərləndirənlər üçün uğur qaçılmaz olacaq. İlk olaraq Buğa bürcündən danışaq. Bu ay Buğalar üçün maliyyə baxımından çox uğurlu dövr hesab olunur. Xüsusilə iş həyatında yeni təkliflər, əlavə gəlir imkanları və gözlənilməz qazanc mənbələri ortaya çıxa bilər. Buğalar üçün əsas məqam isə bu fürsətləri vaxtında görmək və düzgün istiqamətdə addım atmaqdır. Planetlərin təsiri onlara daha soyuqqanlı və məntiqli qərarlar vermək imkanı yaradır. Bu isə investisiya və pul idarəçiliyi baxımından böyük üstünlük deməkdir. Əgər Buğalar riskləri düzgün analiz edib addım atsalar, uzun müddətli maliyyə sabitliyi əldə edə bilərlər. Şir bürcü üçün isə aprel ayı tam bir dönüş nöqtəsi ola bilər. Bu dövrdə şirlər daha cəsarətli olur. Yeni ideyalar irəli sürür və həyatlarında dəyişiklik etmək istəyi hiss edirlər. Məhz bu enerji onların uğur qazanmasına səbəb ola bilər. Astrologlar qeyd edir ki, şirlər üçün bu ay riski almaqdan qorxmamaq vacibdir. Çünki bəzi risklər böyük qazanc gətirə bilər. Yeni iş təklifləri, biznes ideyaları və ya əlavə gəlir imkanları şirlərin qarşısına çıxa bilər. Əsas məsələ isə bu imkanları görmək və vaxtında hərəkətə keçməkdir. Həmçinin bu dövrdə şirlər üçün gözlənilməz gəlir mənbələri də mümkündür. Tərəzi bürcü üçün isə aprel ayı balans və inkişaf dövrü kimi xarakterizə olunur. Tərəzilər üçün maliyyə axını güclənir və yeni gəlir qapıları açılır. Bu bürcün nümayəndələri üçün ən vacib məqam özlərinə inanmaq və qərar verməkdə tərəddüd etməkdir. Planetlərin təsiri onların özünə artırır və daha cəsarətlə addımlar atmağa kömək edir. Tərəzilər bu enerjidən istifadə edərək həm iş həyatında, həm də şəxsi maliyyə sahəsində uğur əldə edə bilərlər. Yeni layihələrə başlamaq, əlavə gəlir mənbələri axtarmaq və ya mövcud imkanları genişləndirmək üçün çox uyğun zamandır. Ümumilikdə aprel ayı bu üç bürc üçün böyük potensial vəd edir. Lakin astrologlar vurğulayır ki, təkcə ulduzların təsiri kifayət etmir. Uğur qazanmaq üçün insanın özü də aktiv olmalı, fürsətləri görməli və hərəkətə keçməlidir. Kosmik enerji sadəcə istiqamət göstərir, nəticəni isə insanın özü müəyyən edir. Əgər siz Buğa, Şir və ya Tərəzi bürcündə doğulmusunuzsa, bu ay həyatınıza daha diqqətlə yanaşın, qarşınıza çıxan imkanları dəyərləndirin, yeni ideyalara açıq olun və ən əsası özünüzə inanın. Çünki bəzən bir düzgün qərar insanın həyatını tamamilə dəyişə bilər. Unutmayın ki, hər yeni gün yeni bir şansdır. Aprel ayı isə bu şansları daha da artıran xüsusi bir dövrdür. Ulduzlar sizə yol göstərir. İndi isə hər şey sizin atacağınız addımlardan asılıdır.